Əssəlamu aleykum əziz müştərilərimiz, əziz müsəlmanlar. Sidr tozu barəsində danışmaq istəyirəm. Sidr tozunun faydaları, hansı xəstəliklərdə faydalıdır və onun istifadə qaydası barəsində danışmaq istəyirəm. Deməli, sidr tozundan sihir və ya cadu olmuş insanlar istifadə edə bilərlər. Və istifadə qaydasını qısaca da olsa deyim, deməli, bir vedrə və yaxud bir qab isti su götürürsünüz çinmək üçün. Və içərisinə Quran-ı Kərimdən bəzi surələr, ayələr oxuyursunuz. Məsələn, Fatihə surəsi kimi, Bəqərə surəsindən 1-dən 5-ə qədər olan ayətlər, 255, 256, həmçinin 102-ci ayə və sondan 2 ayəni, 285 və 286-cı ayələri və İxlas, Fələq, Nəs surələri, həmçinin sehir kəlmələri keçən surələri, ayətləri daha doğrusu oxuyursunuz və hər oxuduqdan sonra içərisinə üfürürsünüz həmin suyun. Üfürürsünüz, yəni yaxından oxuyursunuz, bir şey ki, nəfəsiniz yəni toxunsun o suya. Və